Pasientlərimizin çoxu mənə eyni sualı verir. Diş ətlərimizi necə qoruyaq? Əslində sağlam gülüşün sirri təkcə dişlərdə deyil, həm də diş ətlərindədir. Əgər diş əti zəifləyibsə, bu artıq sadə problem deyil. Bu gələcəkdə dişlərin boşalmasına, həssaslığa və hətta diş itkisinə gəlib çıxara bilər. Bəs nə etməli? Gündə ən az 2 dəfə dişlərinizi fırçalayın, amma unutmayın, təkcə fırça kifayət etmir. Diş ipindən istifadə edin. Çünki problemlər çox vaxt diş aralarında başlayır. Daha bir vacib məqam fırça seçimi. Çox sərt fırça diş ətini zədələyir, çox yumşaq isə yaxşı təmizləyə bilmir. Ən ideal seçim orta yumşaqlıqdır. Əgər diş ətinizdə qanama, şişkinlik, həssaslıq varsa, bunu normal qəbul etməyin. Bu artıq bir siqnaldır. Qidalanma da çox önəmlidir. Şəkərli qidalar bakteriyaları artırır. Vitamin C çatışmazlığı isə diş ətini zəiflədir və ən önəmlisi mütəmadi stomatoloq müayinəsi. Unutmayın, kiçik gündəlik vərdişlər sizi böyük problemlərdən qoruyur. Əgər siz də diş əti problemləri yaşayırsınızsa, gecikməyin. Vaxtında müdaxilə ilə hər şeyi daha rahat həll etmək mümkündür.